Dostlar, 26 Avqust Laçın şəhəri günüdür. Və sabah burada möhtəşəm bir konsert tədbiri olacaq. Konsertdən öncə incəsənət ustaları burada sonuncu məşqlərini keçirirlər. Bütün Laçınlıları buradan təbrik edirəm. Allah bizə həmişə öz torpaqlarımızda azad yaşamağı qismət etsin. Allah şəhidlərimizə rəhmət eləsin ki, bu gözəl günləri bizə yaşatdılar. Başda Ali Baş Komandan olmaqla yaşasın Azərbaycan xalqı, yaşasın Azərbaycan ordusu.